Ailenin sevimli yemeği, yumuşaq ətli parça bozbaş. Bugün mən sizə ləzzətli və dadlı parça bozbaş hazırladım. Videonu izləyin, necə hazırladığıma baxın. Videonu bəyənməyi, kanalıma abunə olmağı da unutmayın. Sümüklü əti yuyub, su üzərinə əlavə edirik, qoyuruq qaynamağa. Ət pişir, üzərinə indi kartof əlavə edirəm. Ətin üzərinə kartofu əlavə etdim. Bir ədədini 4 hissəyə böldüm. Pomidor əlavə edirəm. Üzərinə sarkök. Yemeğimiz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Siz də hazırlayın. Lezzetli ve dadlıdır.